Salam uşaqlar. Gəlin sizinlə birlikdə dimin buraxılış imtahanında düşmüş belə bir trigonometrik funksiyalara aid belə bir sualın izahına baxaq. Deməli, ilk öncə diqqətimi o çəkir ki, burada sinus pi böl 6 var. Sinus pi böl 6-nın qiymətini yazaq. 2-də 1. Düzdürmü? Eyni zamanda kosinus pi bölünsün 3 var. Kosinus 60 dərəcədən söhbət gedir və onun da dərəcə qiyməti 2-də 1-dir. Uşaqlar, gördüyünüz kimi hər iki tərəfdə 2-də 1 var və biz buradan 2-də 1-i mötərizə xaricinə çıxarda bilərik. Əlimizdə nə qalır yazaq? Sinus 4 pi bölünsün 7. Sinus 3 pi böl 7. Çıxılsın kosinus 4 pi böl 7 və kosinus 3 pi böl 7. Uşaqlar, deməli bu kosinusun açılış düsturudur. Siz bilməlisiniz ki, əgər sinus, sinus, kosinus, kosinus şəklində qoşa-qoşa verilirsə, cüt-cüt verilirsə funksiyalarımız, deməli bu kosinusun açılışıdır. Kosinusun açılışıdır. Biz düsturu geriyə qayıdıb bağlamalıyıq. Kosinusda uşaqlar işarə həmişə əksinə yazılır. Yəni çıxmadırsa üstəgəl şəkildə yazılır və nəyə diqqət etmək lazımdır? Əslində açılış kosinusla başlamalıdır, sonra sinusa keçməlidir. Burada isə sinusla başlayıb da, yəni yerini dəyişik verdiyinə görə qarşıya mənfi atırıq. Bu hissəyə mənfi atıram. Bərabərdir. Həllinə baxaq. Mənfi 2-də 1 kosinus. Mötərizənin içərisində toplasaq 7-də 7 pi olar. 7-lər ixtisar gedər. Mənfi 2-də 1 kosinus pi. Pi 180 dərəcədir və kosinus 180 dərəcədə mənfi 1 qiymətini alır. Mənfi 2-də 1-i mənfi 1-ə vururuq. Olur müsbət 2-də 1. Sualın cavabı deməli 2-də 1.